Şəmkirdə mübahisə edən həyat yoldaşını ayırmağa çalışan qadın xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədən alayıq ifadələr işlədib. Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib və tərəflər arasında əlbəyaxa dava baş verib. Nəticədə içkinin təsiri altında olan şəxs həyat yoldaşını davadan ayırmaq istəyən 21 yaşlı Səmayə Əliyevaya kəsici alətlə xəsarət yetirib. Hadisəni rayon sakini 46 yaşlı Akif İsmayılovun törətdiyi ehtimal olunur. Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır. Beynəlxalq Muğam Mərkəzinin quruluşçu rejissoru İlqar Əkbərov 53 yaşında vəfat edib. Bu barədə mərkəz məlumat yayıb. Qeyd edək ki, İlqar Əkbərov 1994-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində musiqi tərtibatçısı kimi fəaliyyətə başlayıb. 2021-ci ildən isə Beynəlxalq Muğam Mərkəzində quruluşçu rejissor kimi çalışırdı.